Selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Arkadaşlar bu da elhamdülillah Allah subhanahu teala sonsuz sayıda şükürler olsun ki yani seferimizin sonudur. Sözsüz ki yani insanda sevinç hissi var ve bir yandan da keder hissi var. Sevinç hissi odur ki Allah subhanahu teala bize fitreten yani vətən sevgisi, vətənə dönüş ve budur. İnsan sevinir ki qayıdır. Bu tərəfdən də kədər nədir? Kədər də ki ona görədir ki Allah Resulü s.ə.v-in yani yaşadığı yerdən, sahabələr burada addım-addım gəzdiyi yerdən, Allah Resulü s.ə.v-in sahabələrin şəhid olduğu yerdən və ilk olaraq belə deyək sərbəst elm, dəvət yayılan yerdən və həmçində elm diyarından artıq gedirik. Yani Allah sonsuz sayıda şükürler olsun. Allah subhanahu wa ta'ala diləyirəm ki ibadətlərimizi qəbul etsin. Ama bununla bitmir də. Yani bununla bitmir yani ibadətlər. Sadəcə olaraq Allah subhanahu wa ta'ala bu mövsumları bizim üçün şər olaraq verib ki neyniyək? Daha da artıraq. Daha da artıraq. Ama insan əgərlərim yani bu ibadətten sonra dönenden sonra özünde hiç değişikliği olmazsa o demektir ki bu ibadetin ona hiçbir tesiri olmayacak. Yani insan ibadetinin necə biləcək ki onun qəbul olunması sözsüz ki onun xeyrə yönəlməsiyle. Buna da özü nə eləməlidir? Can atmalıdır. Özünü islah eləməlidir. Özü bilir neler var idi bu ibadetten qabaq və indi də ki nelerden uzak durmaya değir ki onun imanı azalmasın. Onun günahlara düşmesin. Ve həmçində çalışmaq lazımdır ki zikir əhli ilə daim bir yerde olmaq. Ve həmçində baxmalısan kimlərlə oturursan, kimlərlə durursan. Bəli, insana bəzi hallarda çətin gəlir. Görürsən, məsəl üçün neçə illərdir yoldaşlıq elədiyin insandır. Amma görürsən ki bu o yol değil. Yani neynəməlisən? Sən ya bu yolunu tərk eləməlisən, ya da ki o şəxsi tərk eləməlisən. İki yolun var. Ona görə neynəyəcəksən? Şəxsi tərk edəcəksən. Çünki o şəxs sənə heç bir fayda verməyəcəkdir tək qəbirdə qalanda. Allah subhanahu wa ta'ala'nın huzurunda sorğu-sual olunanda. O yol daim nəyə baxacaq? Baxacaq öz ətrafımıza. Ki sənin ətrafında olan dostlar, o qardaş dediklərin sənə tövsiyə eləyib, səni çəkindirirmi bu? Sən bir günaha düşəndə və yaxud bir günaha meyillənəndə və yaxud da lazım olmayan yerə gedəndə, yoxsa elə sən əksinə o səni sövq edir ora, əlindən tutur aparır ora. Bu halda nə edəcəksən? Sən o dostdan uzaq olacaqsın. Və bu ibadət əlhəmdə necə görürsünüz? Görürüz, yəni əlhəmdə çox məşəqqətləri var idi, amma insana çok böyük de sevinç yani bəxş edir. Çünkü artık sen neynədin? İslamın 5 dayağından birini əməl elədin Allah'ın izniyle. Ve həmçində ki Allah Resulü s.ə.v necə bilir hədisdə deyir ki, yəni kimə nəsib olarsa bu məqbul olmuş həcc necə olar? Sanki elə bir anadan olmuş bir uşaq kimi olar. Və sonra isə qardaşlar həccdə gördünüz də amilləri. Yəni həccdə olan amillər nəyə xatırladırdı? Ahirət həyatına. Artıq biz öləndən sonra nə qədər istəsək belə qayıtmağa biz şansı olmayacaq. Siz elə təsəvvür eləyin ki bu ölmüşük biz və ahirət yəni artıq Allah subhanahu inibdir, təzədən bir şans veribdir bizə. Və baxın, görün o şeyləri görəndən sonra necə də sən qayıdacaqsan o günahlara, necə eləyəcəksən? Yəni bax, nədir? Bu qalan ömrünü gözəl şəkildə, səmirəli şəkildə istifadə elə. Və həmçində ki, neynə? Həm daim xeyrə çağıran qullarından ol. Çünki Allah Resulü s.ə.v nədir? Kim bir kəlmə belə ondan eşidib çatdırarsa, düzdürmü? Yəni, ən xeyirli insanlardan sayılır. Sonra ən xeyirli insan kimi adlandırdı? Sonra Allah Resulü s.ə.v ən xeyirli insan kimi adlandırdı? Təsəllin Quran öyrədib
örgənəni, düzdürmü? Sən adi bir hərif örgəlisən. Elə insanlar var ki, o örgətməyə üstdən aşağı baxır. Yəni, o mənim səviyyəm deyil. Mən hərif mi örgədəcəm? Mən artıq nisirlər deyilim ağlam və s. axir. Amma bu, nə qədər yəni insan xeyirdən uzaq olduğunu dərk eləmir. Elm ona çatmayıbdır. Elm ona o elm çatmayıbdır. Ola bilsin ki, insanın bir neçə əzbəri olsun, ola bilsin hətta Quran hafizsi olsun, ola bilsin ki, Kutubu Sittəni hətta bir əzbərləsin, amma nə olsun ki? Əgər o elm səni yumuşatmırsa, o elm səni sındırmırsa, o elmdən sənə nə fayda olacaq? Əksinə sən elm alsan, əgər təkəbbürlənirsənsə, elm artdırsan, insanlara yuxarı aşağı baxsansa, bu böyük bir problemdir. Yəni, nə edəcək? Deyir ki, mən sizə minada demişdim, gördünüz, gəldik, nə qədər suallar çıxırdı. Düzdürmü? Əslində, nə etməliyik? Əlhəmdə yaxşıdır ki, biz bir-birimizlə gəldik. Soruşma adam var, amma ola bilər ki, elə yerə düşərsən ki, soruşmağa belə heç kimi taparsan. Ona görə, yəni, zəruri məsələlər var ki, onu hər birimiz bilməliyik, vacibdir. Örgənməliyik, qardaşlar. Yəni, boş-boş vaxt keçirməyək. Biz axı dedik və necə bilirik ki, vaxtdan ibarətik. Hər saniyəmiz salibdir. Hər göz qırpımız belə salibdir. O nə edəcək? Bu vaxtımızı bizə, büyündən sonra verilən bizə vaxtı səmərəli keçirəcəyik. Allahın izni ilə. Və dua edəcəyik ki, Allah subhanətlə qəbul eləsin elədiyimiz ibadətləri. Allah daha doğrusu bilir. Qeyd eləmişdim məsələni. Bir də xatırlatmaq istəyərəm. Yadıma düşdü o təşəbbürlük məsələsində. Şeyx Hüseymin Rəhməllah gözəl bir risaləsi var. O da nədir? Məktubdur. Bir dənə tələbəsi gəlir, deyir, şeyx mənə deyir, mən həcc yaz, yəni yol yaz. Nə yolu yaz? Yəni mən necə özümü necə yaşayayım, necə eləyim ki, irəliliyim, ahirətimi qazanım. Şeyx də təsəlliyim bunun sözünə məktubdan cavab verir. O məktubu da bir üçündə salıblar, kitabda kimi veriblər. Və təsəllin o məktub da ki, bir üçündə keçilir neçə insanlara. Baxın qardaşlar, burada nə fayda var? Birinci fayda odur ki, insan sual verəndə faydalı sual verməlidir. Birincisi özü faydalanmalıdır ondan. Sonra isə öz yaxınında olan eşidənlər, sonra isə gələcək üçün. Bax, sən ola bizim bir dənə sual soruşarsan, Allah subhanətlə bütün yəni olar o. Tam ixlasda olarsan, Allah subhanətlə o suallar gönətər bərəkət verir. İnsan bir dənə sual soruşub şeyxdən. Fikir ver, kitab yazılıqda büyünə kimi kesilir. Nəinki o, Espanol, 14 əsr bundan qabaq Peyğəmbər s.ə.v sahabələr soruşubdur, o məsələlər indi biz örgənlik. Bunu insan görsə bəziləri sual verir, görün bilir, bilmir və bəziləri sual verir, nə bilmir, bilmirsən, özü bilmir, nə soruşur. Olmaz belənsiyle. Həmən o kitabtasında bir dənə gözəl bir nəsiyyət edir, gördün ki, sənə artıq bəyənmək gəlib özünü. Özünü bəyənirsən də artıq, elə bilirsən ki, bir şey bilirsən. Və yaxud da ki, biraz getmişsən, belə deyək, spor zala, məşq eləmişsən, elə bilirsən, biraz güc var səndə. Və yaxud da biraz pullaşmışsan, Allahın mülkündən sənə də biraz verilibdir və elə bilirsən ki, artıq nəsə var. Deyir, nə elə deyir onda? Deyir, get deyir, dur deyir, dağın deyir yanında. Bax dağa və bax özünə. Gör nəsən, yəni, hara təşəbbürlənirsən sən? Sonra deyir, neyinə? Yəni, dağdan özünü müqayisə elə. Sonra deyir, dağla, dağı nə ilə müqayisə elə? Yer kürəsi ilə. Necə oldun insan? Yer kürəsi ilə deyir, dağı müqayisə elə. Haradasan? Sonra neyinə deyir? Sonra deyir, o yer kürəsini 7 qat səma ilə müqayisə elə. Necə birisi hədisdə gəlir, hər səmanın arası 500 illik məsafədir. Sonra nə gəlir? 7 səmadan sonra dəniz gəlir, onun da arası 500 il məsafədir. Sonra nə gəlir? Allah subhanahu wa ta'ala ərşi gəlir. Ərş də nədir? Necə ki, hədisdə gəlir və Şeyx Hüseymin Rəhməllah vəsf edir. Deyir ki, bu sadaladıqlarımız hamısı sanki elə bilir ki, səhrada bir dənə belə nədir? Düzlükdür, asılqandır, ərşdən müqayisədə. Necə oldun ay insan?
hara təkəbbürlənirdin? Bax, belə şeylər, qardaşlar, insana bir şey gələndə, belə şeylərdən müqayisə eləməsi, belə şeylərdən özünü məssin, ələ alması çox gözəldir. Həmən özünə gəlsən artıq. Subhan, hara mən təkəbbürlənim, subhanallah. Nə oldu ki? Bax, budur. Yoxsa insan qardaşına bir üstdən aşağı baxmaq, kimdən asılı olmayaraq belə şey olmamalıdır. Hətta belə cahili olsa belə. Olmaz belənçiyinə. O artıq insanın nə açır qapı, özünü bəyənmək qapısı açır. Görürsən, deyirsən ki, hə, deyir, qonşum deyir, namaz qıl, mən namaz qılam. Nə bilim, filənkəs deyir, Quran oxuya bilmir, mən Quran oxuya bilirəm. Subhanallah, sən elə demə, dinən ki, 10 ildə 15 ildə ibadət edirəm, ərəb dilini bilmirəm. Dinən 10 ildə 15 ildə ibadət edirəm, 200, 300, 500 Qurandan əzbərim yoxdur. Belənçini elə özünü. Yoxsa mən bilirəm, mən edirəm, bu yəni ki, yaxşı şeyə gətirib çıxartmayacaq. Allah daha doğrusunu bilir, qardaşlar. Allah subhanahu wa ta'ala diləyirəm ki, hər birinizin ibadətini qəbul etsin. Allah subhanahu wa ta'ala daim bizləri xeyrə müvəffəq eləsin və xeyrə işarə eləyən qullarını eləsin. Və Allah subhanahu wa ta'ala diləyirəm ki, Rəbbimiz bizi qorusun bidətə düşməkdən və bidət əhlindən bizi uzaq eləsin daim. Çünki böyük bir zülümdür bidət. Bidət, yəni çox böyük zülümdür, böyük günahlardandır. O günahlardandır ki, Allah subhanahu wa ta'ala bağışlamayan günahlardandır, təsəlliyin. Niyə görə? Şeyx Rabi Hafizullah necə qeyd edir, bidət edir? Bidət odur ki, bidətçi deyir öz əməli ilə Allahı deyir, cahillikdə iddialıyır və Peyğəmbər s.ə.və də ki, böhtən atır ki, o bizə yəni xəyanətdə, yəni çatdırmayıbdır, xəyanətdə, xəyanət edib bizə. Yəni bu yoxdursa deməli eləyin, deyir, yəni o deməkdir ki, Allahdan bu gizlidir. Bu sözdən Allah sınırır sözsüz ki. Və yaxud da nə? Ya Peyğəmbər s.ə.v bilib bizə çağırır, xəyanət edir. Allah qorusun. İnsan ola bizim ki, bunu düşünmür heç, amma eləyir. Onun ki, böyük bir günahdır, çox böyük günah, bağışlanmayan günahlardan, Allah qorusun. Və daim Allahdan istəyin ki, Allah qorusun. Bidətə düşməkdən, xeyir insanların olmaqdan, sonra xeyirli dostların olmaqdan. Bir dənə tabiin bir dəfə gəlir, Mədinə girməmişdən qava Allahdan diləyir ki, ya Rəbbim, sən mənə salih dost getir. Nə tər sıdqdan dua eləyirsə, təsəllin kim olan dostu, yoldaşı? Abu Hureyra radiyallahu anh. Bu bizə nəyi göstərir, qardaşlar, nəyi bildirir? Yəni, sələflər Allah subhanahu wa ta'alədən istəyərlərdir. Hətta yoldaşı belə olmasın, dostu olmasın salih. Onu istəmək lazım, mühümdür bu şey. Allah daha doğrusunu bilir. Yəni, səfərimiz bitir Allahın izni ilə. Allah s.ə.v. daim xeyir və söz eləsin. Yəni, nəsə qardaşlar səfərdir, haqqınız yadınıza girərəm, bilmərəm, eləmərəm, hər birinizdən haqqınızı halal eləmək istəyirəm. Əgərlərim, həqiqi mənada kimsə varsa ki, yəni, elədir ki, halallıq vermirsə, onda lazımdır ki, halallaşmaq, yaxınlaşsın, inşallah halallaşar. O ki, qaldı mənə isə, mən hər birinizə haqqımı halal edirəm, qardaşlar. Allah subhanahu ta'ala bizlərə rəhm eləsin. Allah subhanahu ta'ala bizlərə belə səfərləri nesə yəni qismət eləsin. Esselamu aleykum və rəhmətullah. Subhanakallahumma bihamdik. Əşhədu ən la ilahe illə əntə əstəğfiruka və etûbu ileyk.